Siz bilirsiniz ki, 2006-cı ildə Avropa Şurası tərəfindən 21-ci əsr insanının malik olmalı olduğu kompetensiyalar və bu kompetensiyalara dair bacarıqlar nəşr olundu. Həmin kompetensiya və bacarıqlardan biri də media savadlılıq adlanan bir bacarıqdır. Və bugün bu niyə görə vacibdir? Əsas məsələ ondan ibarətdir ki, media savadlılıq informasiya əsrində bizə imkan verir ki, həmin bacarıq vasitəsilə biz özümüzə lazım olan düzgün informasiyanı en qədər digər informasiyanın içərisindən seçə bilək və ondan düzgün istifadə edə bilək. Bu da niyə görə vacibdir? Həmin bu bacarıq vasitəsilə istər biz böyüklər, istərsə də uşaqlar, məktəblilər qərarvermə prosesində həmin bu bacarıqdan istifadə edirlər bir çox mənalarda. Bilirsiniz ki, biz müxtəlif informasiyalara məruz qalırıq gün ərzində. İstər internetdən, istər mediada, istər televiziyada, fərq etməz, yəni mənbələr müxtəlifdir. Lakin o informasiyalar içərisindən biz tənqidi yanaşaraq bizə lazım olan düzgün informasiyanı ayırd edə bilməliyik. Həmin bu ayırd etmə bacarığı da əslində media savadlılığı özündə ehtiva edir. Media savadlılıq bacarığını necə formalaşdırmaq lazımdır sualına gəldikdə isə, burada əsasən valideynlər və tədris prosesində iştirak edən müəllimlər daha çox önəm qazanır, önə çıxır. Valideynlər özləri öz uşaqları ilə söhbət edərkən və hər hansısa bir informasiyanı götürərkən müxtəlif informasiyalar arasında seçim etmək qabiliyyətinə malik olmalıdır və bu barədə məlumatlı olmalıdır ki, həmin bu bacarığı övladlarına da müəyyən mənada aşılaya bilsinlər. Eləcə də müəllimlər sinifdə tədris şəraitində, dərs prosesində hər hansısa bir şagirdlərlə tədqiqat apararkən, bir mövzu ətrafında araşdırma apararkən, müxtəlif informasiyalar arasında seçim edərkən şagirdləri doğru olan informasiyanı seçməyə yönəltməyi bacarmalıdır. Bunun da müxtəlif üsulları var. Əslində bu sahədə valideynlər də, müəllimlər də mütləq daha çox maarifləndirilməlidir və məlumat sahibi olmalıdır. Media savadlılıq həm də ona görə vacibdir ki, bizə hər hansısa bir mövzuda qərar verməyə kömək edir. Biz informasiyanı götürürük, fərq etməz böyük və yaxud uşaq, informasiyanı götürürük və ona dair müəyyən qərarlar veririk. Məsələn, bir nümunə üzərindən sizə bu mövzunu belə çatdırmaq istərdim ki, deyək ki, hər hansısa bir məktəbli, 8-9 yaşında bir məktəbli Nizami Gəncəvi haqqında təqdimat hazırlayır. Onun haqqında internetdə müxtəlif axtarışlar edir və onun qarşısına müxtəlif məlumatlar çıxır. Və indi də bilirsiniz ki, şagirdlər arasında, eləcə də tələbələr arasında süni intellekt çox məşhurdur. Deyək ki, şagird daxil olur, süni intellektdə sualı verir və ondan bir cavab alır. Mən özüm məsələn bunu sınamışam, Nizami Gəncəvi haqqında bir sual vermişəm. Süni intellektin mənə verdiyi informasiya əslində doğru məsələləri özündə əks etdirməyib. Ona dair yanlış informasiyaları daxil edib ki, hansı ki, həmin informasiyalar başqa mənbələrdə yoxdur. Bizə məlum olan mənbələrdə yoxdur. Bu səbəbdən birinci və ikinci mənbə arasında da araşdırma etmək, ilkin mənbəni axtarıb tapmaq və ona istinad etmək də çox əhəmiyyətlidir. Biz hər zaman proqramlarımızı və yaxud cizgi filmlərini, animasiya filmlərini yayımlayarkən orada xəbərdar edici işarələrlə biz rastlaşırıq. Məsələn, indi izləyəcəyiniz məzmun, animasiya filmi və yaxud proqram 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub və yaxud 13 yaşdan yuxarı. Ola bilər ki, həmin proqram ailə ilə birlikdə izlənməsi nəzərdə tutulan bir proqramdır. Və bu xəbərdar edici işarələrin də əslində tarixi çox məşhur bir tədqiqata dayanır. Sosial öyrənmə nəzəriyyəsinin banisi Albert Bandura tərəfindən aparılan bir tədqiqatdır. İngilis dilində həmin tədqiqatın adı Bobo Doll adlanır. Azərbaycan dilinə biz bunu tərcümə etsək, oyuncaq Bobo adını verə bilərik həmin eksperimentə, belə tərcümə edə bilərik. Həmin eksperimentin əslində mahiyyəti ondan ibarət idi ki, alim Stanford Universitetinin nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil pilləsində təhsil alan 36 qız və 36 oğlan uşağını bir tədqiqata cəlb eləyir və həmin tədqiqatda onlara bir film nümayiş etdirir. Həmin filmdə uşaqlardan 24 nəfəri belə bir məzmun izləyir ki, bir nəfər yetişkin otaqda olan
Bobo həmin oyuncağa müxtəlif aqressiv davranışlar nümayiş etdirir və digər bir qrup isə həmin oyuncağa yumşaq davranan, xoş rəftar edən bir yetişkinin hərəkətlərini izləyirlər və daha sonra həmin uşaqları həmin oyuncağın yanına göndərəndə şiddət, aqressiya izləyən uşaqlar eyni ilə həmin hərəkətləri həmin oyuncağa qarşı tətbiq edirlər. Xoş rəftarı izləyən uşaqlar isə oyuncağa qarşı yetişkindən izlədikləri kimi xoş rəftar göstərirlər. Və əslində psixoloq həmin bu eksperimenti ilə onu sübut etmiş oldu ki, davranışları uşaqlar böyüklərin nümunəsindən götürür. Və bu da bütün öyrənmə psixologiyasında, təlim-tədris yanaşmalarında və eləcə də medianın rolu ilə bağlı uşaqların həyatında bir dəyişikliyə, onun gedişatında böyük bir dəyişikliyə səbəb oldu.